İnfarkt keçirdikdən sonra ürəyin vəziyyəti necə olur? İlk başda miokard infarktın nə olduğunu başa düşmək lazımdır. Belədir ki, ürəyi qanla təchiz edən iki böyük damar var və bu damarlardan biri də özü iki yerə bölünür. Bu damarlardan hər hansı biri tutulanda ürəyin qan təchizatı pozulur, nəticədə infarkt yaranır. Yəni həmin əzələ hüceyrələrin ölümü baş verir. Bu infarkt sahəsi nə qədər böyük olarsa, yəni nə qədər böyük bir damar tutularsa, o dərəcədə ürək ziyan görür. Nəticədə ürəyin funksiyası ciddi şəkildə azalmağa başlayır. Əgər vaxtında müdaxilə olunmasa, burada aritmiyalar baş verə bilər, ürək ciddi şəkildə zəifləyə bilər və ən pis halda ölümlə nəticələnə bilər. Əgər damarda olan və ya tutulan damar böyük bir damar deyil, o sahə, ürəyin o sahəsi məhv olur və nəticədə ürəyin zəifləməsi və ürək çatışmamazlığı ilə nəticələnir.